Nədənsə biz çox vaxt uşaq böyütməyi yemək, geyim, məktəb və nizam-intizamla ölçürük. Bunlar vacibdir, şübhəsiz. Amma bundan da vacib olanı, sevgini, qucaqlamağı, nəvazişi unuduruq. Odur ki, haqqında danışacağım mövzu aktualdır, əksəriyyətimiz üçün vacibdir. Xüsusən də gənc valideynlər və valideyn olmağa hazırlaşan insanlar üçün. Hər birimiz uşaqlarımızı xoşbəxt böyütmək istəyirik. Yaşadığımız çətinliklər, qarşılaşdığımız problemlər buna nə qədər əngəl olsa da bu mümkündür. Azərbaycanlı alim, müəllif Siyavuş Quliyev bu mühüm mövzuya laqeyd qalmayıb. Xoşbəxt uşaqlar böyüdək, 3 yaş artıq gezdir adlı kitab yazaraq mövzu ilə bağlı çox əhəmiyyətli detallara toxunub. Kitabın adı sizə qəribə gəlməsin. Bir çoxumuzun dəfələrlə eşitdiyi ibrətamiz bir əhvalat var. Bir nəfər müdrik bir müəllimin yanına gələrək ondan övladını necə yetişdirmək barəsində tövsiyələr almaq istəyir. Müdrik şəxs həmin valideyndən uşağın yaşını soruşur. Valideyn körpənin bir həftəlik olduğunu deyəndə müdrik ona çox gecikmisən cavabını verir. Dediyim kimi, bir çoxumuz bu söhbəti eşitmişik. Bəzilərimiz bəlkə də müdrik şəxsin çox gecikmisən cavabını ifrat dərəcədə şişirtmə hesab etmişik. Amma bu heç də belə deyil. Siyavuş Quliyev də bəzilərimizin şişirtmə hesab etdiyi məsələyə diqqət çəkərək kitabda bu barədə xeyli ciddi mətləblərdən bəhs edib. Müəllif haqqında sizə qısa məlumat verəndən sonra bu haqda danışacağam. 1962-ci ildə anadan olan Siyavuş bəy ixtisasca bioloqdur. 1984-cü ildə Bakı Dövlət Universitetini, 1990-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib. 2 övladı var. Son 10 ildə müəllif bu mövzuda dünyada yazılmış bir sıra qiymətli kitabları oxuyub, bu haqda olan araşdırmalarla tanış olduqdan sonra Azərbaycan dilli oxucular üçün də belə bir kitab yazmağın əhəmiyyətinə inanaraq bir neçə kitab yazıb. Xoşbəxt uşaqlar böyüdək, 3 yaş artıq gezdir kitabı müəllifin bu mövzuda yazdığı ilk kitabıdır. Veriliş və mövzu sizi maraqlandırsa, biz gələcəkdə də bu mövzuda və müəllifin digər kitablarından da danışa bilərik. Odur ki, fikir və rəylərinizi rəy yerinə və sosial şəbəkələrdə mənə yazmağı unutmayın. Bəs niyə 3 yaş artıq gecdir? Bu kitab sadəcə tərbiyə kitabı deyil. Valideynlərə körpənin ilk 3 ilinin nə dərəcədə həssas, çox əhəmiyyətli bir dövr olduğunu xatırladan, bunu elmi yanaşmalara söykənərək, sadə, başa düşülən şəkildə izah edən bir kitabdır. Burada bir vacib məqam var. Ona da qısaca toxunum. 20-ci əsrdə sevgiyə əsaslanan valideynlik yanaşması fəlsəfəsi əsas pedaqoji axınlardan birinə çevrildi. Bu yanaşmanın ortaya çıxmasına səbəb həmin dövrdə üstünlük təşkil edən daha sərt intizama əsaslanan yanaşmalar idi. Sevgiyə əsaslanan valideynlik yanaşması da bu metodlara alternativ kimi meydana çıxdı və formalaşdı. Bu yanaşma birdən-birə yaranmamışdı. Amerikalı pediatr, olimpiya idmançısı və qızıl medal sahibi, solcu siyasi fəal Benjamin Spock 1946-cı ildə Uşaq baxımı və tərbiyəsi üzrə Sağlam Düşüncə kitabı adlı kitabını dərc etdirir. Kitab qısa bir vaxt ərzində bestsellerə çevrilir. 42 dilə tərcümə edilən və New York Times-ın məlumatına görə 52 il ərzində satışına görə Bibliyadan sonra ikinci yerdə olan bu kitab uşaq tərbiyəsi sahəsində əsl inqilab yaratdı. Kitab müharibədən sonraki nəsillərin böyüməsində mühüm rol oynadı. Benjamin Spock bu kitabında uşaq tərbiyəsində o dövrdə dominant olan sərt nizam-intizama qarşı çıxaraq uşaqları sevgi ilə böyütməyi təklif edir və bunu əsaslandırırdı. Spock'un bu yanaşması sonraki illərdə uşaq tərbiyəsi mövzusunda yazan başqa müəlliflərin də zaman-zaman toxunduğu, qabartdığı bir mövzu oldu. Siyavuş Quliyev Xoşbəxt uşaqlar böyüdək, 3 yaş artıq gezdir kitabında sevgi və nəvazişlə uşaq böyütməyin uşağın daha yaxşı yetişib formalaşmasında əsas amillərdən biri olduğunu vurğulayır. Azərbaycan cəmiyyətində körpəni öpməyin, qucaqlamağın, sevgi və nəvaziş göstərməyin körpəni ərköyünləşdirəcəyi barədə yanlış bir təsəvvür var. Bu, biraz əvvəl adını çəkdiyim Benjamin Spock'un dövründə də belə idi. Spock'un dövründə bir sıra müəlliflər hesab edirdi ki,
Körpələri öpmək, qucaqlamaq yanlışdır və bu onları sərt və qəddarlaşan dünyamızda güclü, müstəqil insanlara çevirməyəcək. Benjamin Spock isə özünün sevgiyə əsaslanan valideynlik yanaşması ilə bu cür baxışlara kökündən və sarsıdıcı zərbə vurdu. Azərbaycanlı müəllif Siyavuş Quliyev də eyni mövzuya toxunur. Bu haqda olan araşdırmaları gənc valideynlərə qısa və aydın şəkildə təqdim edir. Müəllif qeyd edir: xoşbəxt uşaq valideynlə körpə arasında yaranan məhəbbətin nizamlı və ardıcıl ünsiyyətin məhsuludur. Körpə ilə ata-ana arasındakı ünsiyyətin düzgün qurulması uşağın intellektual səviyyəsinin inkişafı üçün çox böyük əhəmiyyət daşıyır. Günümüzdə lazım olan və çatışmayan şey də elə budur. Bəziləri belə hesab edir ki, körpəyə az qayğı, az sevgi göstərilməlidir. Halbuki körpənin ən çox ehtiyac duyduğu iki şeydən biri də sevgi və nəvazişdir. Biz körpə böyüdürük. Hərbi rejimdə hərbçi yetişdirmirik. Müəllifin də yazdığı kimi, körpənin çox qayğı istəməsi onu ərköyünləşdirmək mənasına gəlməz. Xoşbəxt uşaqlar böyüdək, 3 yaş artıq gezdir kitabı gənc valideynlər üçün bələdçi, həm də peşəkar bələdçi rolunu oynayır. Şəxsən mən çox istərdim ki, necə ki əvvəldə qeyd etdiyim Benjamin Spock'un kitabı dünyada bestsellerə çevrilib, Siyavuş Quliyevin də bu kitabı Azərbaycanda tanınsın, ən çox satılan, oxunan kitablardan olsun. Bu kitab bizə izah edir ki, uşağın təbii mahiyyəti saxlanılmalı, qorunmalıdır. Valideyn ən birinci növbədə uşağı anlamalıdır. Valideynlər o zaman səhv edir ki, uşaq tərbiyəsi zamanı özünü tam yetişmiş hiss edir. Halbuki uşağı yetişdirib böyüdərkən valideyn özü də üzərində işləməli, oxumalı, öyrənməlidir. Xoşbəxt uşaqlar böyüdək, 3 yaş artıq gezdir kitabı bu cəhətdən lazımlı və faydalıdır. Kitab onu oxuyan hər bir valideynin stolüstü kitabına çevriləcək qədər əhəmiyyətlidir. Əlbəttə, bu qədər mühüm mövzulara toxunan kitabda çatışmayan cəhətlər də var. Bu, heç də kitabın az həcmli olması ilə bağlı deyil. Əksinə, lakonikliyi bu kitabın ən üstün məziyyətlərindən biridir. Aloturan nəşriyyatında çap edilən bu kitabda bir sıra korrektə səhvləri, sözlərin düzgün orfoqrafik qaydada yazılmaması diqqətimi cəlb etdi. Nəzərə alsaq ki, məndə olan kitabın ikinci nəşri idi, o zaman birinci nəşrdə olan səhvlər ikinci nəşrdə aradan qaldırılmalı idi. Amma nəşriyyat buna etinasız yanaşıb ki, bu da yol verilməzdi. Tamaşaçılar isə deyə bilər, 3 yaş gezdir ifadəsinin mütləqliyi mübahisəlidir, hər uşaq fərqlidir, kitabın praktik tətbiqi hər ailədə eyni nəticə verməyə bilər və s. və s. Bütün bunlarla razılaşıram. Amma bu dediklərinizin mütləqliyinə siz də kitabı oxumadan qərar verə bilməyəcəksiniz. Və ən əsası, bu kitabda yazılanların tətbiqi ziyanlı nəticələrə yol açmayacaq. Əksinə, bu kitab onu mütaliə edən hər bir valideynin bu həssas və son dərəcə vacib mövzu barədə üfüqlərini genişləndirəcək, bilmədiklərini ona öyrədəcək və körpə tərbiyəsi haqqında baxışlarına müsbət mənada ciddi təsir edəcək. Çünki kitabın özü də ünsiyyət və anlayış üzərində qurulub. Əgər siz də körpənizlə nəinki o 3 yaşına çatanda, hətta doğulmamışdan əvvəl diyaloq qurmaq istəyirsinizsə, bu kitabı alın, oxuyun. Körpə ilə hələ doğulmamışdan qabaq diyaloqun mümkün olması da sizə qəribə gəlməsin. Siz bu haqda kitabda xeyli detallara rast gələcəksiniz. Sağlıq olsun, biz də gələcək verilişlərimizdə bu mövzu haqqında danışanda bu məsələyə daha geniş və elmi şəkildə toxunacaq. Unutmayaq, emosional təhlükəsizlik və sevgi uşaqlarımız, övladlarımız üçün çox vacibdir və həlledici amildir. Sevgi dolu uşaqlar böyütmək, sevgi dolu dünyada yaşamağımıza səbəb olacaq. Sevgi ilə qalın.